Bonjour tout le monde, hamıya salamlar. Bugünkü dərsimizdə 13 aprel 2025-ci il 9-cu sinif buraxılış imtahanında düşən testlərdən danışacağıq. Odur ki, əziz abituriyentlər, izlədiyiniz bu videonun linkini öz sinif yoldaşlarınızla paylaşmağı, əgər videonu faydalı hesab etsəniz, like etməyi və şərh bölümündə öz fikirlərinizi qeyd etməyi unutmayın. Hər birinizə öncədən təşəkkürümü bildirirəm. İndi isə keçək testlərə. Dinləmə mətninin orijinal versiyasına çox yaxın bir mətni mən internetdən tapdım. Həmin bu mətn sizə düşən suallarla üst-üstə düşür. Mövzu baxımından cümlələr hər biri demək olar ki, eynidir. Ola bilər sizə düşən orijinal mətndən bir balaca fərqlənər, amma demək olar ki, yəni eyni mətndir. Belə, mətn bu şəkildə idi. Liza et sa copine Isabelle entrent dans une boutique de vêtements. Liza və rəfiqəsi paltar dükanına Liza və rəfiqəsi Isabelle paltar dükanına daxil olurlar. Liza a besoin d'une jupe. Liza'nın bir ətəyə ehtiyacı var. Elle regarde la vitrine. O vitrinə baxır. Et choisit une jupe noire. Və bir qara ətək seçir. Pour essayer la jupe, yupqanı, yəni ətəyi geyib baxmaq üçün, Liza s'approche de la cabine d'essayage qui se trouve derrière la caisse. Liza kassanın arxasında yerləşən soyunma kabinasına yaxınlaşır. Elle porte la jupe, o ətəyi geyinir və passe devant le miroir və güzgünün qarşısına keçir. Puis elle se regarde, sonra o öz-özünə baxır et demande l'avis de sa copine. Və rəfiqəsinin fikrini soruşur. Elle te va bien, o sənə yaxşı yaraşır, mais ce n'est pas vraiment ton style. Amma bu həqiqətən yəni sənin stilin deyil. Dit Isabelle à sa copine. Deməli, rəfiqəsi Isabelle Liza'ya cavab verir, deyir. Ensuite, la vendeuse propose une autre jupe courte qui est très à la mode. Sonra satıcı qadın, deməli, bu il dəbdə olan qısa başqa bir yubqanı təklif edir. Elle demande la taille de Liza. O Liza'nın deməli ölçüsünü soruşur, yəni bədən ölçüsünü soruşur. J'ai besoin de la taille 38, répond Liza. Mənim 38 razmerə, yəni ölçüyə ehtiyacım var. Liza cavab verir. Malheureusement, la taille 38 est déjà vendue. Təəssüf ki, 38 deməli ölçü artıq satılıb. Liza n'est pas très sûre. Liza çox əmin deyil. Elle veut réfléchir un peu. O biraz fikirləşmək istəyir. Elle demande le prix de la jupe. O ətəyin ölçüsünü soruşur, deməli qiymətini soruşur. La jupe coûte deməli 78 euro. Ətəyin qiyməti 78 avrodur. Elle est trop cher pour son budget. O onun büdcəsi üçün çox bahadır. La fille remet la jupe dans la vitrine. Qız ətəyi yenidən vitrinə qoyur. Car c'est la fin du mois. Çünki ayın sonudur. Et elle n'a pas encore reçu son salaire və o hələ öz maaşını almayıb. Deməli, belə bir təxmini belə bir mətn idi. İndi suallara baxırıq. Suallarda birinci sual. Dans le texte il s'agit, mətndə danışılır. A. De l'achat, alış-verişdən. B. De la cabine d'essayage, soyulma kabinasından. C. Des amis, dostlardan. D. Stil, zövqlərdən. Y. De l'argent, puldan. Təbii ki, doğru cavab burada A bəndidir. De l'achat, aşağı bilirik ki, alış-veriş deməkdir. Burada da qızlar bir paltar dükanına alış-veriş etmək üçün, yəni bir ətək almaq üçün daxil olurlar. 2. Choisissez les idées fausses d'après le texte. Mətnə görə səhv ideyaları seçin. Birincidə deyir, la vendeuse ne propose pas d'autres jupes. Satıcı qadın başqa yubka təklif eləmir. Xeyr, təklif edir. Deməli, bu səhv ideyadır. Biz səhv ideyalar axtarırıq. Liza n'a pas encore reçu son salaire. Liza hələ maaşını almayıb. Bəli, bu cümlədə, mətndə sonuncu cümlə ilə bu idi. Bu doğru fikirdir. Bu variantı seçmirik. 3. Les amis se promenaient au parc avant d'entrer dans le magasin. Deməli, rəfiqələr mağazaya daxil olmazdan əvvəl gəzirlər. Xeyr, mətndə belə bir cümlə yoxdur. Bu da səhv ideyadır. Ümumiyyətlə, burada dostlar yazılıb. Deməli, bu 1, 3 səhvdir. 4. Liza veut acheter une jupe noire. Liza qara bir ətək almaq istəyir. Təbii, bu doğru cavabdır. Deməli, səhv ideya burada 2 dənə cümlə olur. 1 və 3-cü cümlə. Yəni, cavab Y bəndi. Sual 3. Liza a demandé à la vendeuse. Liza deyir, satıcı qadından deyir, soruşdu. Mətndə deməli, Liza satıcı qadından 38 razmerdə bir ölçüdə ətək soruşurdu. Deməli, doğru cavab C bəndidir. 4. Choisissez si c'est vrai ou faux. Seçin, səhvdir, yoxsa doğrudur. Baxırıq indi. La jupe était chère pour Liza. Ətək Liza üçün baha idi.
Bəli, bu doğru cavabdır. Yəni biz bunu vrai olaraq qeyd edirik. 2. Liza cherche une jupe jaune. Liza sarı bir ətək axtarır. Xeyr, o qara ətək axtarırdı. Bu cavab səhvdir. Bunu faux-da qeyd edirik. 3. La cabine d'essayage était derrière la caisse. Soyunma kabinası kassanın arxasındadır. Bəli, doğrudur. Bunu da vrai-də qeyd edirik. 4. C'était le début du mois. Ayın sonu idi. Xeyr, orada deməli yox, le début əvvəlidir. Ayın əvvəli idi. Xeyr, mətndə deyir ki, ayın sonu idi. Deməli bu da səhv ideyadır. Ona görə də biz bunu faux-da qeyd edirik. İndi isə keçid alırıq 3 balaca mətnə baxmağa. İlk olaraq deməli 5, yəni birinci kiçik mətnə baxırıq. Salut Léa, salam Léa, c'est Julie, Julie'dir. Je suis au café près du parc. Mən parkın yanındakı kafedəyəm. Ils ont une nouvelle terrasse avec une belle vue. Onların deyir gözəl görüntülü yeni bir terası var. Tu veux me rejoindre? Sən mənə deyir qoşulmaq, yəni qatılmaq istəyirsən. Je reste ici jusqu'à 16h. Mən saat deməli 4-ə qədər burada qalıram. Buradayam. Fais-moi signe si tu viens. Əgər gəlirsənsə mənə xəbər elə. A variantı. Julie est au café avec d'autres amis. Julie kafedə digər dostları ilədir. Deməli, Julie parkda, Julie au café avec d'autres amis. Başqa deməli dostları ilə kafedə deyil. Bu doğru cavab deyil. B. Julie est près de la terrasse. Julie terasın yanındadır. Xeyr, terasın yanındadır deyilmir. Orada sadəcə deyir ki, gözəl bir terası var. Yəni olduğu yer haqqında deyir. Gözəl görüntüsü, terası var kafenin. Amma o terasın yanında olduğu orada yazılmayıb. Julie va au café à 16h. Saat 4-də gedir kafeyə. Xeyr, 4-ə qədər orada qalır, amma 4-də getmir. Julie est au parc avec Léa. Julie Léa ilə parkdadır. Léa ilə parkda olsa onu çağırmaz ki ora. Deməli, bu da səhvdir. Biz doğru cavabı tapmalıyıq. Doğru cavab olur Y bəndi. Julie propose à Léa de venir au café. Julie deməli Léa'ya kafeyə gəlməyi təklif edir. Doğru cavab Y bəndi. 6. Chaque samedi, hər şənbə günü il y a un marché au centre-ville. Şəhər mərkəzində bir bazar olur. Les vendeurs proposent des fruits, des légumes et des fleurs. Satıcılar deyir meyvə, tərəvəz, gül təklif edirlər. Yəni alıcılara. Le marché est ouvert de 10h à 16h. Bazar saat 10-dan 4-ə qədər, səhər saat 10-dan günorta 4-ə qədər açıq olur. Venez nombreux faire vos courses. Deyir, alışveriş eləmək üçün, yəni çoxlu gəlin də. Yəni hamınız gəlin alışveriş eləmək üçün. Belə bir cümlədir. A bəndə, il y a des vêtements au marché. Bazarda paltarlar var. Xeyr, orada meyvə, tərəvəz və gül var idi. Paltar yox idi. Bu cavab götürmürük. B. Le marché est ouvert le samedi. Bazar şənbə günü açıq olur. Bəli, bu doğru cavabdır. Çünki elə birinci cümlədə onu deyir ki, chaque samedi il y a un marché au centre-ville. Hər şənbə şəhər mərkəzində bir bazar olur. C. Le marché est fermé le week-end. Bazar həftə sonu bağlı olur. Yox, samedi şənbə günü həftə sonuda. Deməli, həftə sonu açıq olur. B. Le marché n'est que pour les touristes. Bazar yalnız turistlər üçündür. Xeyr, cümlədə, mətndə belə bir cümlə yoxdur. Bu da doğru cavab deyil. Y. Les vendeurs viennent de loin. Satıcılar deyir, uzaqdan gəlirlər. Bu cümlə də yoxdur orada. Deməli, doğru cavabımız olur B bəndi. Düzgün cavabımız B bəndi olur. Le marché est ouvert le samedi. Şənbə günü bazar açıq olur. 7. Le café est ouvert de 10h à 21h tous les jours. Deyir, kafe səhər saat 9-dan axşam saat 21, yəni 9-a qədər bütün günü açıq olur. Le dimanche, il ferme à deməli 19h. Bazar günü saat 19-da, yəni 7-də bağlanır. Venez boire un bon café ou manger un gâteau. Tort yemək yaxud dadlı bir kofe içmək üçün gəlin. Kafe bazar günü açıq olur. Deməli, doğru cavab elə bu olacaq. Çünki orada deyir ki, bazar günü saat 7-yə qədər açıq olur. Digər variantlar niyə səhvdir? Baxaq. B. Le café ferme à 21h le dimanche. Bazar günü saat 9-da bağlanır kafe. Xeyr, bazar günü saat 19-da yazılıb orada, yəni 7-də bağlanır. C. Le café est fermé le dimanche. Kafe bazar günü bağlı olur. Xeyr, bağlı olmur. Saat 7-yə qədər açıq olur. D. Le café est fermé tous les week-ends. Kafe hər həftə sonu bağlı olur. Xeyr, həftə sonu açıq olur. Yəni ən azı bazar günü orada yazılıb ki, saat 7-yə kimi açıqdır. Bu cavab da səhvdir. Y. Le café est ouvert jusqu'à minuit.
Kafe gecə yarısına qədər açıq olur. Xeyr, gecə yarısına qədər, gecə yarısı deyəndə saat 12 nəzərdə tutulur. Xeyr, kafe deməli həftə içi saat 9-da, yalnız bazar günü isə saat 7-də bağlanır. Deməli doğru cavabımız A bəndi olur. Üç kiçik mətnə baxdıq, indi isə böyük mətninə baxırıq. Demək, şərtdə deyir ki, lisez le texte et faites les exercices de 8 à 12. Mətni oxuyun və 8-dən 12-ədək tapşırıqları yerinə yetirin. Les montgolfières sont des ballons créés par les frères Montgolfier en France au 18e siècle. Montgolfiyələr Fransada 18-ci əsrdə Montgolfier qardaşları tərəfindən yaradılmış hava şarlarıdır. Montgolfier uçan hava şarları da isti hava şarları olur. Ils ont fabriqué le premier ballon en 1782. Onlar ilk şarı 1782-ci ildə hazırlayıblar. Ce ballon était rempli d'air chaud et il est monté dans le ciel. Bu şar isti hava ilə doldurulurdu və göyə qalxırdı. Cette invention a permis de commencer les voyages dans le ciel et a aidé à développer l'aéronautique. Bu ixtira səmada səyahətlərin başlamasına imkan verdi və aviasiyanın inkişafına kömək etdi. Le principe de Montgolfière est simple. Montgolfiyələrin prinsipi sadədir. L'air chaud dans le ballon est plus léger que l'air froid. Şarın içindəki isti hava soyuq havadan daha yüngüldür. Cela fait monter le ballon dans le ciel. Bu şarı göyə, yəni səmaya qaldırır. Les pilotes peuvent contrôler l'attitude en chauffant l'air ou en laissant l'air se refroidir. Pilotlar havanı deməli qızdırmağa və ya soyumağa buraxaraq hündürlüyə nəzarət edə bilirlər. Aujourd'hui, les montgolfières sont utilisées pour des activités de loisirs comme des festivals, des compétitions ou des vols touristiques. Bu gün montgolfiyələr festivallar, yarışmalar və ya turistik uçuşlar kimi əyləncə fəaliyyətləri üçün istifadə olunur. Elles sont très colorées et offrent une vue magnifique. Onlar çox rəngarəngdirlər və gözəl mənzərə deməli yaradırlar, gözəl mənzərə təqdim edirlər. Les montgolfières sont un symbole de liberté et d'aventure. Montgolfiyələr azadlıq və macəra rəmzidir. Yəni bu isti hava şarları. De nombreuses personnes rêvent de faire un vol en montgolfière pour vivre une expérience unique. Bir çox insan unudulmaz bir təcrübə yaşamaq üçün Montgolfiyədə, yəni bu hava şarlarında uçmağı arzulayır. Un exemple célèbre est le Festival international de Montgolfière de Saint-Jean-sur-Richelieu au Canada, où des milliards de visiteurs viennent chaque année pour voir ces magnifiques ballons. Məşhur nümunələrdən biri Kanadada keçirilən Saint-Jean-sur-Richelieu Beynəlxalq Montgolfiyə festivalıdır ki, hər il minlərlə ziyarətçi bu gözəl şarları görmək üçün ora gəlir. 8-ci test. Complétez la phrase selon le texte. Cümləni mətnə görə tamamlayın. Cümlə belədir. Actuellement, les montgolfières sont utilisées principalement pour. Hal-hazırda montgolfiyələr, yəni bu uçan hava balon şarları istifadə olunur əsasən üçün. Nə üçün istifadə olunur? 1. Transporter des passagers à travers le pays. Sərnişinləri ölkə boyunca, yəni ölkə daxilində daşımaq üçün. 2. Des activités de loisirs, des vols touristik. Turistik uçuşlar və əyləncə fəaliyyətləri üçün. 3. Des compétitions, yarışlar və des festivallar üçün. 4. Des voyages en altitude pour les scientifiques. Alimlərin hündürlükdə, yəni səyahəti üçün. Altitude burada hündürlüyə, uca, yəni yüksək bir yerə alimlərin səyahəti üçün belə gedir. Deməli, burada doğru cavabımız olacaq 2 və 4. Yox. Deməli, 2-3. 2-3. Çünki mətndə deyir ki, les montgolfières sont utilisées pour des activités de loisirs, comme des festivals, des compétitions ou des vols touristiques. Deməli, bizim seçəcəyimiz cavab olmalıdır ki, 2. Des activités de loisirs, des vols touristiques. 2, bir də 3. Des compétitions, des festivals. 2, 3 də var D bəndində. Doğru cavab D bəndi.
9. Choisissez la bonne série, düzgün seriyanı seçin. Dans le texte il s'agit. Mətndə danışılır. De l'histoire des frères Montgolfier. Montgolfier qardaşlarının deməli tarixindən və ya histori əhvalatından da deyə bilərik. B. Des festivals en France. Fransada festivallardan. C. Des techniques de vol en Montgolfier. Deməli Montgolfierdə texniki uçuşdan. De compétition internationale de Montgolfier. Beynəlxalq Montgolfier yarışlarından. De l'invention de Montgolfier et de leur histoire. Montgolfierlərin ixtirasından və onların deməli əhvalatından, yəni yaranmasından, hekayəsindən belə deyək də. Təbii ki, doğru cavab olur Y bəndi. Mətndə Montgolfierlərin kəşfindən, onların necə kəşf olunmasından, yəni bu hekayədən, bu əhvalatdan danışır. Test 10. Choisissez l'idée fausse d'après le texte. Mətnə görə səhv ideyanı seçin. Les Montgolfières permettent d'avoir une expérience unique. Montgolfierlər unikal bir təcrübə aparmağa imkan verir. Yəni bu hava şarları unikal bir təcrübə aparmağa imkan verir. Bəli, doğrudur. B. Les Montgolfières ont été fabriqués en France. Montgolfierlər, yəni bu hava şarları Fransada yaradılıb. C. Bu doğrudur. Le principe de ces ballons n'est pas composé. Bu şarların prinsipi mürəkkəb deyil. Bəli, mətndə var idi ki, le principe de Montgolfier est simple. Sadədir. Burada da deyir ki, mürəkkəb deyil. Mürəkkəb deyilsə deməli sadədir. D. Les Montgolfières sont utilisés au Canada. Montgolfierlər Kanadada istifadə olunur. Bu fikir də doğrudur. Çünki mətnin sonlarına doğru deməli o qeyd olunub. Kanada'nın adı çəkilib orada. Un exemple célèbre est le Festival international de Montgolfier de Saint-Jean-sur-Richelieu au Canada où des milliers de visiteurs viennent chaque année pour voir ces magnifiques ballons. Burada da deyir ki, məşhur nümunələrdən biri, yəni Kanadada keçirilən Saint-Jean-sur-Richelieu beynəlxalq Montgolfier festivalıdır. Deməli bu burada əgər Montgolfier festivalı keçirilirsə, deməli orada Kanadada həmin bu hava balonlarından, hava şarlarından istifadə olunur və hər il deyir minlərlə ziyarətçi bu gözəl şarları görmək üçün ora gəlirlər. Y variantı, les Montgolfières sont utilisés uniquement pour des voyages scientifiques. Deyir ki, hava şarları, bu Montgolfierlər yalnız elmi səyahətlər üçün istifadə olunur. Xeyr, yalnız elmi səyahət üçün istifadə olunmur. Onlar həm də macəra yaşamaq istəyən insanlar, yəni bir macəra yaşamaq üçün də orada istifadə edirdilər ondan. Sonra müxtəlif festivallar, yarışlar, turistik uçuşlar üçün istifadə olunur. Yəni bu cavab doğru deyil. Deməli, testimizin cavabı olur Y bəndi. 11. Choisissez la bonne réponse d'après le texte. Mətnə görə doğru cavabı seçin. Que symbolise les Montgolfières? Montgolfierlər nəyin rəmzidir, nəyi simvolizə edir? Mətndəki cümləni yadımıza salırıq. Mətndə deyir ki, les Montgolfières sont un symbole de liberté et d'aventure. Montgolfierlər deməli azadlığın və macəranın simvoludur. İndi o cavab axtarırıq. A bəndində deyir, l'indépendance et l'aventure. Indépendance da azadlıq deməkdir, aventure da macəra. Deməli, doğru cavabımız bu olur. Digər variantlara da nəzər salaq. Le tourisme et l'aventure. Turizm və macəra. C bəndi, la science et la technologie. Elm və texnologiya. D, la sécurité et le confort. Deməli, güvənlik və rahatlıq. Y, la liberté et la rapidité. Azadlıq və cəldlik, sürət. Deməli, doğru cavabımız A-dır. 12. Choisissez les bonnes idées d'après le texte. Mətnə görə doğru fikirləri seçin. Le premier ballon a été fabriqué en 1782. İlk deməli balon, ilk şar 1782-ci ildə istehsal olunub. Bəli, bu fikir doğrudur. Mətndə o cümlə yazılmışdı ki, ils ont fabriqué le premier ballon en 1782. 2. Les pilotes ne peuvent pas contrôler l'altitude. Pilotlar deyir, yüksəkliyi kontrol edə bilmirlər. Xeyr, edə bilirlər. O cümlə orada var idi mətndə. Deməli, bu doğru fikirdir. Yox, bu səhv fikirdir. 3. Le festival de Saint-Jean-sur-Richelieu attire de nombreux visiteurs chaque année. Saint-Jean-Richelieu festivalı hər il deməli çoxlu ziyarətçilərin diqqətini cəlb edir. Bəli, bu fikir də doğrudur mətndə, çünki o qeyd olunmuşdu ən sonlara doğru. Təkrar oxumuram. Les Montgolfières sont un symbole de la science. Montgolfierlər deməli elmin simvoludur.
Bu cümlə də doğru deyil, çünki o deməli Monqol fillər azadlığın və macəranın rəmzidir. Deməli bu cümlə də səhvdir. Deməli doğru cavab olacaq 1 və 3. 12-ci sual açıq tipli test tapşırığı sayılır 9-cu siniflərdə. Bu rəqəmlərlə verilən testlərə açıq tipli testlər deyilir. Mətn haqqında bu qədər. İndi baxırıq 13-cü sual qrammatik test tapşırıqlarının izahına. Qrammatik testləri izah etmədən öncə, əziz şagirdlər, bunu qeyd edeyim ki, ilk öncə baxanda təbii ki, mətn çətin görünür adama. Tərcümə elədikcə çətin görünə bilər sizə. Amma siz sualların şərtini diqqətlə oxuyub sizdən nəyin tələb olunduğunu başa düşsəz, həmin tələbləri mətndən tapmaq asandır. Yəni mətn həcmli, bir qədər qəliz sözlər də olsa da, amma suallar net aydın qoyulub. Yəni suallar çox da çətin deyil. Ona görə də gözünüzü qorxuzmayın, suallara diqqətlə baxın və onların cavablarını mətndən axtarmağa çalışın. Qrammatik suallar da, yəni asan suallar da var idi arasında, bir qədər çətin suallar da var idi. Baxaq 13-ə. Mon enfant a beaucoup 3 jouer. Mənim uşağımın var çoxlu oyuncaqları. Yəqin ki, bir çoxunuz artıq bu qaydanı bilirsiniz ki, beaucoup-dan sonra isim cəmdə olur. Amma biz o ismin qabağına dö sözünün üstü yazırıq. Deməli, doğru cavabımız C bəndi. Mon enfant a beaucoup de jouer. Mənim uşağımın çoxlu oyuncaqları var. Beaucoup ismin qabağında gələrsə o isim cəmdə olur. Amma o ismin qabağında dö sözünün üstü işlənir. Əgər o isim sait və ya h-la başlayıbsa, bu zaman dö'nün e'si düşür və apostrof şərəsi qoyulur. Beaucoup cümlədə əgər feilə aid olarsa, bu zaman deməli dö sözünü işlənmir. Unutmayın. 14-cü testə baxırıq. Les résultats de l'examen sont affichés. İmtahanların nəticələri elan olundu. 3 la porte d'entrée. Giriş qapısının, burada sur sözünün üstünü seçmək lazımdır. Doğru cavab B bəndi. Sur la porte d'entrée, giriş qapısının üstündə. Sur üstündə, üzərində belə deməkdir. Deməli, doğru cavabımız B. 15. Les élèves de notre classe sont très. Bizim sinifin şagirdləri dırlar. Çox və çox sözü qoyulub. Nöqtənin yerinə biz müvafiq sifəti qoymalıyıq. Sifətlərə baxırıq. Capable, bacarıqlı, timid, utancaq, intelligent, ağıllı, heureux, xoşbəxt, paresseuse, tənbəl. Burada söhbət kimdən gedir? Biz onu tapmalıyıq. Variantlarda sifətlər qoyulub. Biz bilirik ki, sifət isimdən asılıdır. Yəni cümlədə isim təkdədirsə, sifət təkdə, isim cəmdirsə, sifət cəm, isim kişidirsə, sifət kişi, isim qadındırsa, sifət də qadın olmalıdır. Bizim cümləmizdə deməli söhbət gedir sinifimizin uşaqlarından. Uşaqlardan söhbət gedir və orada fikir verin 3 nöqtədən əvvəldə son cəmdə olan feil qoyulub. Deməli, siz də nöqtənin yerinə cəmdə olan sifət qoymalısınız. Həm də les élèves cəmdədir. Ona görə də biz isim cəmdədir deyənə sifətdə cəmdə yazmalıyıq. Cəmdə olan sifət yalnız A bəndində var. Capable. Les élèves de notre classe sont très capables. Sinifimizin şagirdləri çox bacarıqlıdır. 16. À la leçon de français, fransız dili dərsində tout le monde, hamı 3 attentivement l'explication du professeur, müəllimin izahına. Deməli, testdə tout le monde, hamı əvəzindən sonra 3 görürsünüz. Tout le monde əvəzindən sonra 3-cü şəxsin təkində olan feil işlənir. Deməli, nöqtənin yerinə qoyacağımız feil 3-cü şəxsin təkində olmalıdır. 3-cü şəxsin təkində olan feil yalnız D bəndində écouter feili verilibdir. Tout le monde écoute. Hamı dinləyir, attentivement, diqqətlə, l'explication du professeur, müəllimin izahını. Deməli, Azərbaycan dilində də, fransız dilində də deməli, hamı, yəni tout le monde əvəzindən sonra həmişə 3-cü şəxsin təkində olan feil işlənməlidir. A bəndində feilin axırında ont var, o 3-cü şəxsin cəmindədir. B bəndində də yenə feilin axırında ent görürük, o da 3-cü şəxs cəmdir. C-də həmçini, Y bəndində feilin qabağında ont var, o da 3-cü şəxsin cəmidir. Bunlar doğru cavab ola bilməz. 17. Choisissez le mot intrus. Intrus yad deməkdir. Bu sözü turist sözü ilə yadda saxlaya bilərsiniz. İlk baxışda turist sözünü xatırladır. Turist kimdir? Ölkəyə yadlar gəlir. Deməli, 4 dənə variantda verilən sözlər bir-biri ilə yaxın mənalı, yəni eyni kateqoriyadan olan sözlərdir. Bir söz isə yadda. Biz o yad sözü tapmalıyıq. Baxırıq. La figue, bu əncir. La cerise, gilas. La grenade, deməli, grenade, nar, la pomme, alma, la neige, qardır. Deməli, 4 meyvə adı, bir də qar sözü qoyulub. Təbii ki, bu qar sözü olacaq intrus, yəni yad söz. Doğru cavabımız C bəndi. 18. J'ai trouvé mon dictionnaire de français. Mən fransız dili lüğətimi tapdım. 3 nöqtə qoyulub. Görək hansı söz cümlənin ardını tamamlaya bilər. Dans la piscine, hovuzda. Lüğətin hovuzda nə işi var? Deməli, bu ola bilməz. B. Dans la mer, dənizdə. Yenə dənizdə lüğət olmaz. D bəndi. À la plage, çimərlikdə. Yenə çimərlikdə də lüğət olmaz. Y. En ville, şəhərdə. Bu da yenə hardasa məntiqi cəhətdən çox da belə doğru fikirli səslənmir. Amma C bəndinə baxırıq. Dans mon sac. Çantamda.
Deməli doğru cavabımız olur C bəndi. J'ai trouvé mon dictionnaire de français dans mon sac. Mən fransız dili lüğətimi çantamda tapdım. 19. Choisissez la bonne série. Il était assis au 3 nöqtə və nöqtədən əvvəldə AU, yəni onu görürsüz. O varsa, deməli biz ora sayı qoymalıyıq kişi cinsində. Həm də orada ğan sözünə fikir verin. Sıra cərgə sözü kişi cinsində olduğuna görə nöqtənin qabağında AU, yəni o yazılıb. Mais je le cherchais, yenə o var. Həmişə sıra sayılarına aid testlər veriləndə fikir vermək lazımdır ki, biz o sıra sayını hansı sözün qarşısına qoyuruq. Burada söhbət sıra sözündən. Loğan sıra cərgə deməkdir. Və unutmayın, nöqtədən əvvəldə həmişə AU sözü varsa, deməli sizin ora qoyacağınız say kişi cinsində olmalıdır. Baxırıq, indi kişi cinsində olan say var Y bəndində. Y bəndində premier və second birinci, ikinci sıra saylarının axırında E hərfi olmadığına görə onlar kişi cinsindədir. Deməli, o variantlar doğru cavabdır. Il était assis au premier rang, o birinci cərgədə əyləşmişdi. Mais je le cherchais au second. Amma mən onu ikincidə axtarırdım. 20. Choisissez la proposition impersonnelle. Impersonnel şəxssiz deməkdir. Şəxssiz cümləni seçin və bütün testlərə fikir verirsəz, qəbul suallarının hamısında şəxssiz cümləyə aid testlər salınıb. 11-lərə də, 9-lara da salınıb. Buna görə də şəxssiz cümlənin hamısını par cœur, il faut apprendre par cœur, əzbər öyrənmək lazımdır. Şəxssiz cümlə əvvəlki dərslərdə demişəm. Deməli, hansı cümlələrdir? İl əvəzliyi ilə başlamalıdır, amma il o sözü kimi tərcümə olunmamalıdır. Həmin cümlə şəxssiz cümlə adlanır və unutmayın ki, havaya və saata aid olan cümlələrə şəxssiz cümlələr deyilir. Baxırıq A bəndinə. Il est rentré très tard à la maison. O evə gec qayıtdı. Burada il o kimi tərcümə olunur. Bu şəxslidir, yəni personeldir. B. Il est tard, gecdir. Rentrons à la maison, evə qayıdaq. Bax, burada il est tard, gecdir. Bu cümlədə ili o kimi tərcümə edə bilmədiyim üçün bu cümlə olur impersonnel, yəni şəxssiz. C bəndində il est sorti tard de la maison. O evdən gec çıxdı. Burada il o kimi tərcümə olunur. Bu şəxslidir. D. Il n'est pas rentré très tard ce soir. O bu axşam gec qayıtmadı. Yenə il o olur. Doğru cavab ola bilməz. Y. Il a dansé jusqu'à très tard. O çox, yəni gecə qədər də, yəni gec bir saata qədər rəqs etdi. Burada da il o kimi tərcümə olunur. Bu da personeldir, yəni şəxsi cümlədir. Deməli testimizin cavabı oldu B bəndi. 21. Choisissez la proposition négative. Negativ inkar deməkdir. İnkar cümləni seçin. Deməli cümlənin növləri var. Var negativ inkar, afirmativ təsdiq, eksklamativ nida, interrogativ sual. Yəni bu növlərdən həmişə bir sual düşür, unutmayın bunda. Baxırıq A bəndi. Plus tard, gələcəkdə elle est devenue la plus célèbre chanteuse de l'Europe. O Avropanın ən məşhur müğənnisi oldu. Burada təsdiq cümlədir. Burada yəni inkarlıq heç nə yoxdur. Bilirik ki, inkar feildən qabaq nə olmalıdır, feildən sonra pa olmalıdır. Yaxud da inkar sözləri var. Rien, heç nə, person, heç kim, jamais, heç vaxt, ni, nədə, plus, daha. Yəni bu tipli və yaxud okan heç bir bu sözlər olarsa biz o cümləni inkar cümlə kimi götürə bilərik. Və unutmayın, inkar sözləri, bu saydığım inkar sözləri cümlədə işlənərsə, həmin cümlədə pa inkar istədiyi işlənmir. Bir də həmişə şagirdləri çaşdırırlar nökö ilə. Deməli, nökö yalnız deməkdir. Onun sinonimi sölman sözüdür. Bu da qəbulda, yəni suallar arasında həmişə bunu da görürük. Nökö olan cümlə afirmativ, yəni təsdiq cümlədir. O nökönü görəndə o cümləni atmaq lazımdır, o variantı. Yəni o cümlə inkar cümlə ola bilməz. Baxırıq B-yə. Ce printemps est plus pluvieux que le printemps passé. Bu yaz keçən yazdan daha yağışlıdır. Burada plus daha sözüdür. Yəni cümlədə nö yoxdur. Plus varsa da nö yoxdur, deməli bu cümlə təsdiq cümlədir. C. Cette année nous travaillons plus que l'année passé. Bu il biz keçən ildən daha çox işlərik. Buradakı plus daha çox sözüdür. Yəni bokunun müqayisəsidir. Yenə cümlədə nö yoxdur. Bu cümlə inkar cümlə ola bilməz. D-yə baxırıq. Nous n'habitons plus dans notre ville natale. Biz artıq doğma şəhərimizdə yaşamırıq. Burada habiter feilin qabağında n apostrof var. Çünki habiter saytla başlayıb deyənə orada nö'nün esi düşüb və habiterdən sonra isə pülü görürük. Nö və pülü var. Deməli inkar cümlə budur. Y. Marie Curie est aussi célèbre que son mari. Marie Curie deməli əri kimi məşhurdur. Curie'nin daxilində orada e olmalıdır. Deməli bu cümlədə inkar cümlə deyil. Unutmayın. İnkar cümlə necə düzəldir? Feildən qabaq nö, feildən sonra pa ilə. 22-yə baxırıq. Les livres des élèves de 3 nöqtə qoyulub. Classe sont sur la table. Classe sözünün qabağında 3 nöqtə var. İndi classın cinsini bilməliyik. Class qadın cinsindədir.
Baxın, orada 2 dənə s hərfi var. Adətən sözlərdə qoşa hərf olursa, o söz qadın cinsində olmuş olur. Bax, bunu unutmayın. Düzdür, bir neçə istisna var. Məsələn, le musée, muzey kişi cinsindədir. Le lycée, lisey, bu da kişi cinsindədir. Və s. başqa, yəni bir-iki nümunə də var. Əsas muzey və lisey düşür uşaqlara. Amma yerdə qalan böyük əksəriyyət sözlər qoşa hərfli sözlər olur qadın cinsində. Klass qadın cinsindədir. Ona görə onun qabağında set sözündə qoşa t hərfi olmalıdır. İndi seti qoyuruq nöqtənin yerinə və cümləni tərcümə edirik. Les livres des élèves de cette classe, bu sinifin şagirdlərinin kitabları sont sur la table, stolun üstündədir. 23. Adverb de temps, zaman zərflərini seçin. Bien, yaxşı, mal, pis, vite, tez-tez. Bunlar olur adverb de manière, yəni tərzi hərəkət zərfləri. Biz axtarıq zamanı. B. İsi burada, la'nın üstə işarə olmalıdır. La orada, i də yenə orada. Bunlar da təbii ki adverb de lieu yer zərfləridir. Bu variantı da atırıq. C-yə baxırıq. Lentement, yavaş-yavaş, facilement, asanlıqla, attentivement, diqqətlə. Bunlar da olur yenə adverb de manière, tərz hərəkət zərfləri. D, si, deməli, elə belə, très, çox, trop, həddindən çox. Bunlar da adverb de quantité, miqdar zərfləridir. Y, aujourd'hui, bugün, souvent, çox vaxt, demain, sabah. Deməli, doğru cavabımız olur Y bəndi. Çünki bunlar adverb de temps, zaman zərfləridir. Bugün, çox vaxt, bir də sabah. 24. J'aime 3 nöqtə promener seul. Deməli, cümlə belədir. Mən tək gəzməyi sevirəm. Bu test 2001 bankında vurğulu-vurğusuz şəxs əvəzlikləri mövzusunda var. Burada deməli biz nə qoymalıyıq? Təbii ki, burada olacaq cavab mö. Çünki burada se promener qayıdış feilini görürük. Se promener gəzmək deməkdir. Və cümlədə də şəxs əvəzliyinə baxırıq. Şəxs əvəzliyimiz je-dür. Əgər cümlədə şəxs əvəzliyi məlumdursa, yəni şəxs əvəzliyinə görə qayıdış əvəzliyi seçmək lazımdır. Qayda bu şəkildədir. Deməli, je-yə görə biz ora mö qoymalıyıq. İndi promener məstərdədir, siz çaşa bilərsiniz. Götürüb bura sö yaza bilərsiniz. A bəndindəki kimi. Deməli, sö yaza bilərsiniz. Məstərdə bilirsiniz ki, məstərdə pronominal feillərin qabağında sö işlənir. Amma unutmayın ki, əgər cümlədə şəxs əvəzliyi varsa, mütləq o şəxs əvəzliyinə uyğun qayıdış əvəzliyi yazmaq lazımdır. Yəni cümlə je ilə başlayıbsa, siz məstərin qabağına mö, tü olanda tö, il, el, on olanda sö, cümlə nu ilə başlasa nu, vu olanda vu, ils və elles. Yəni üçüncü şəxsin cəmində olanda yenə sö yazmaq lazımdır. Bu qaydanı da unutmuruq. 25. Quel jour sommes-nous? Jour həftənin gününü soruşur da. Həftənin hansı günüdür deyir. Nous sommes vendredi, bu olur 5-ci günüdür. Deməli, biri bu. Nous sommes en hiver, qışdır. Burada fəsil deyir, qış fəslidir. Bu ola bilməz. Deməli, 3. C'est la fête nationale, milli bayramdır. Bu ümumiyyətlə heç aidiyyəti yoxdur. 4. Aujourd'hui, c'est lundi. Lundi həftənin birinci günüdür, yəni bazar ertəsidir. Təbii ki, bu da doğru cavab ola bilər. Deməli, bu da yenə bu rəqəmli şəkildə verilən açıq tipli test tapşırıqları deyilir bunlara. Doğru cavabımız olacaq deməli 1 və 4. Və nəhayət gəldik 26-cı suala. Əziz şagirdlər, 26-cı sualı izah eləməyəcəm. Çünki onu günlər əvvəl YouTube-da yerləşdirmişəm. Həmin sualın esse nümunəsi YouTube-da var, kanalda var. Videonun şərh bölməsində linkini yerləşdirəcəm. İstəsəz oradan daxil olub həmin esse ilə tanış ola bilərsiniz. Və növbəti 9-cu sinif imtahanlarını da sizlər üçün izah edib kanalda yerləşdirəcəm. İzləməyi, like etməyi, öz fikirlərinizi qeyd eləməyi və öz sinif yoldaşlarınızla bölüşməyi unutmayın. Və növbəti günlərdə digər esse nümunələri də kanalda olacaq. İzləmədə qalın. Əziz şagirdlər, YouTube-da məni izləyən izləyicilər, əgər dərslərimi faydalı hesab edirsinizsə, siz də imtahanlarda yüksək nəticələr əldə etmək istəyirsinizsə, qeyd etdiyim telefon nömrəsi ilə mənimlə əlaqə saxlaya bilərsiniz. MİQ, sertifikasiya və abituriyent hazırlıqlarına qoşula bilərsiniz. Ümid edirəm ki, sizlərə faydam toxundu. Hər birinizə məni izlədiyiniz, dinlədiyiniz üçün təşəkkürümü bildirirəm. Çox sağ olun, sevgi ilə qalın. A bientôt, hələlik, növbəti dərsdə görüşənədək.